mən tutuldum, göndərdilər Şüvalana. Şüvalanda mənim məcburi saçımı kəsdilər. Bu heç bir qanunda yoxdur saç kəsmək. Elə alçatdılar. Üzyanraqlarla əllə salamlaşmaq olmazdı, onların stəkanından çay içmək olmazdı, onların qabından yemək yemək olmazdı, onlardan siqaret belə götürmək olmazdı. Əgər bunları eləyirdinsə, avtomatik sən də üzyanraq olurdun. Gah məni o şöbəyə satırlar 150 manata, gah bu şöbəyə satırlar 200 manata. Pulla satılıram o şey. Həmin fərdlərə sanitarlar da deyilirdi. Tualet təmizləməkdir, yerləri süpürməkdir, paltar yumaqdır, kanalizasiyaları təmizləməkdir. Zondakı bir ağlınıza gələ biləcək bütün pis işləri bu adamlara gördürürdülər. Orada qaba qaşığı toxuna bilməzdik biz. Adrenalin qab qaşığımız olmalıydı. Qazana toxuna bilməzdik. Bu adamlar eyni zamanda idarəçilik, yəni həbsxana idarəsinin işçiləri sayılırdı. Bunlara maaş da verirdilər. Amma bu çox cüzi maaş idi. Mən maraqlanmışdım, soruşmuşdum bir neçəsindən. Yəni demişdilər ki, aylıq 56 manat maaş verirlər bizə. Ki bu da həbsxana şərtlərində 56 manat çox az bir məbləğdir. Sabundur, qışpasasıdır, və yaxud da qeyri bir şeylərdir. Mənim hüququmdursa, mən onlara görmədim orada. Kimsə sadəcə homoseksualdırsa, ona qarşı münasibət nisbətən yaxşı idi. Üzyanraq adlandırılan şəxslər arasında da bir sinfi fərqlənmə var idi. Məsələn, bəzilərinin arxası var idisə və ya onu himayəyə götürən kimsə var idisə, onun üçün şərtlər daha yaxşı idi, daha yaxşı həbsxanada, daha yaxşı zonda qala bilirdi və yaxud daha yaxşı şərtlər altında yaşaya bilirdi, ya işləmirdi və yaxud daha az işləyirdi digərlərindən müqayisədə. O da onların arasında da bir sinif fərqi var idi. Xəstə olmuyor, mən xəstə olanların zonuna göndərdilər, tüm zona, verənlərin zonuna göndərdilər. Gələn kimi Karsa saldılar. Yəni bütün ana bülbülün məvlüd soyundurdular, yoxladılar. Ondan sonra gətirdilər məni Ədliyyənin baş müşaviri idi, Nizami Quliyev. Deyərdim ki, qəddar, zalım, nə qədər insanların gözünü yaşlı qoyan bir insan. Gətirdilər məni onun yanına, heç belə salam əleykum olmadı, heç bir şey təqsim olmadan götürdü Dubinkanı qalxdı ayağa. Səni belə eləyərəm, səni elə eləyərəm, mənə pis təhqirlərlə. Mən qulub qalmışım ki, mən neynəmişim, amma məni gətiriblər sonra. Üzdən İraq adlandırılan şəxslərin arasında onların da bir başında bir nəfər olur. Təbii ki, o da üzyanraq olur, amma onların elə bir ki, lideri kimi olur. O şəxs özü də məsələn işləmirdi və daha çox bu işləyənləri həm daha çox əzirdi, həm də onların məsələn o dediyimiz aylıq 56 manat maaşın belə yardan çox hissəsini əllərindən alırdı. Rejim rəisi var idi, Elxan müəllim. O gördü, davay bunun başını qırxın, keçər. Mən ağladım, sızladım, xeyri olmadı. Aradan bir saat keçdi, əməkdaşları oraya gəldi, yaxınlaşdı mənə ki, karantindən çıxmaq istəyirsənsə, şöbəyə keçmək üçün 100 manat ödəməlisən. Yəni burada qalmayasan, şöbəyə getmək üçün. Düzün başa düşmədim. Niçin 100 manat ödəməliyəm? Mən bura Şüvalandan işçi xidmət kimi göndəriblər. Devlət maaş ayırır, 280 manat. Həmən o 280 manatın dəyərində sən işləyirsən, aylıq maaş alırsan. Dilin başına həm işçi gəlmişəm, həm pul ödəyib çıxacam buradan. Necə haqsızlıqdır bu? Və yaxud bu adamların yanına kimsə sovqat göndərəndə, ya pul göndərəndə o pullar belə əllərindən alınırdı. Yəni onlar orada qul kimi işləyirdilər də, onların özünə demək olar ki, etini satmırdı. Sadəcə digər dustaqlardan kimsə çay, siqaret, nəsə verəndə onunla yəni günlərini keçirdirdilər. Səntanan bir qədər gəldi, mənə apardılar oyuna. Hələ başa düşməyiblər, işte oturub həyətdə, axşam 5 radələri zad olardı, 6. Özünü kölgəyə verir. İlqar, İlqar, doşa varmışsan, bal çıxıb, gəlinin diyəcəklərinə bax, 7-8 dənə sunka ilə gəlib. Məni verirlər Atqaz şöbəsinə. O Atqaz şöbəsi sağalmayan xəstələrdir. Yəni, onlar dərman da təsir eləmir. Yəni, ölümünü gözləyənlər də. Bu adamlar bütün gün günün altında olurdular. Geyimləri çox pis vəziyyətdə olurdu.
Yəni çünki bütün gün onlar səhər saat 6-dan etibarən axşam saat 10-a qədər nə ilənsə məşğul idilər də, yəni iş qurtarmırdı. Bir nəfər gördüm orada mənə yaxınlaşdı ki, "Abət bax, bura niyə gəlib girmisən? Bura ağır şöbə deyib, tut tutarsan burada." Dedim başa düşmədim. Mən ağladım, sızladım, dedim məni çıxardım bu şöbədən. İlqar mənə qeyd etdi ki, sənə mən 500 manat pul almışam. Dedim başa düşmədim, necə 500 manat pul almışam mən? Biri hə 500 manat almışam, sən burada qalmalısan mənim yanımda. Sən mənim burada arvadımsan. Yəni zonu süpürdülər, həm günorta bir də süpürmədilər. Yəni onların ümumiyyətlə boş qalma kimi bir şansları yox idi də. Yəni elə bir boş qalsınlar ya istirahət eləsinlər. Səhərdən axşama qədər işləyirdilər. Ora göndərirlər, bura göndərirlər. Axırda bunları mən bezdim. Bir gecə xloru düzəltdim, hazırladım. Qarşı canımdan bezmişdim. Məcbur idim özümü intihar eləyəm. Elədim. Boğuldum, havam kəsildi. Orada məhbuslar var idi. Məhbuslar mənə kömək elədilər. Sürüyə. Apardılar, məni saldılar karsiyaya. 2 qandal sağ ayağıma, 2 qandal sol ayağıma, 2 qandal sağ əlimə, 2 qandal da sol. 8 dənə qandal vurdular mənə. Karsiyada quru taxtanın üstündə döşək belə atmadılar ki, uzanım döşək üstündə. Nə sistem, nə bir şey. Apardılar mən anamın yanına. Anam məni görür ki, o kadar başını gözlemirdi ki, elə ağlayırdı ki. Yəni o səhnəni kimsə görsə, yəni o səhnəni yaşamasa kimsə bilməz. Yəni həmən anı. Mən orada bildiyin öz haqqımı tələb edirdim. Niyə görə mənim haqqım tapdalanmalıdır? Niyə görə transgender qadınların haqqı orada tapdalanmalıdır? Nəslin qabağına, qohum, əqrəba, yaxınlarımın qabağına belə çıxıramsa, öz evimdə yaşayıram da. Öz məhəlləmdə belə gəzirəmsə, məni də tanıyırlar. Dünən çıxmamışam, bugün çıxmamışam. İllərdir. Nəyə itirəcəm? Mən bir şey deyəcəm, salam verən versin, verməyən verməsin. Mənim həyatım mənə belə xoşdur. Və xoşbəxtəm, bədbəxt deyiləm.